Herkese salam. Biz bu videoda Container with Most Water sualının həllinə baxacağıq. Birinci istəyirəm ki, sualın şərtindən danışaq. Çünki mən birinci bu kodunu yazmazdan əvvəl sualın şərtini səhv bölüşmüşdüm. Ona görə birinci diqqətli olaq ki, sualı tam bölüşdük. Deməli, bu sualın şərtində deyir ki, elə bir hündürlük seçməliyik ki, həmin o hündürlüklər arasında qalan suyun sahəsi ən maksimum olsun. Məsələn, burada gördüyünüz kimi hündürlüklər verilib və bu line ilə bu line arasındakı bu line 8-dir, bu line 7-dir və bunlar arasındakı sahənin tapılında yəni normal olaraq 7-ni seçib və 7-ni bunun arasındakı məsafəyə vuraraq 49 nəticəsində alınmışdır. Məsələn, burada 1, burada 1, burada da 1 hündürlük olsaydı, bunlar arasındakı məsafə sahədə yenə 1 olacaqdır. 1 yazaraq. İndi bunun şərtinin to sum izahını bilirsinizsə, orada to pointer'dan istifadə etmişdik birinci. Deyə bilərsiniz ki, birinci, okey, bunun sahəsi, sonra bunun, sonra bunun, sonra bunun və s. Bütün hamısının sahəsini taparam və daha sonrasında onlar arasındakı maksimumu seçərəm. Yəni o şəkildə də həll oluna bilər. Amma yaxşı olar ki, məsələn, birinci pointeri bura, ikinci pointeri bura qoyasınız. Çünki eni ən çox olan yer bu iki line arasındadır. Yəni onu məsələn bunu seçəndən sonra deyə bilərsiniz ki, okey, pointeri hansı istiqamətdə hərəkət elətdirəcəm. Yəni burada gördüyünüz kimi 1-dir, bura 7-dir amma və burada ən kiçik bu olduğuna görə bunu hərəkət elətdirərik ki, bizim sahəmiz daha da çox olsun. Yəni bir də bunun üstünə dayanmırıq, digərinə keçib, yəni bununla bunu bir dəfə arasındakını ölçər və bu kiçik olduğuna görə bunu hərəkət elətdirər və bunlar arasındakı sahəyə baxar və s. Bu şəkildə irəliləyər kodumuz. İndi kod üstünə izah eləsəm, burada left və right pointerları yazmışam. Left 1-i göstər. Məsələn, buradan da yenə izah eləsəm, left 0, yəni buradakı bu əslində 1-i göstərir. Bu right pointerımı da yəni bura qoymuşam. Max areamı da 0 olaraq yazmışam. Daha sonra while döngüsü ilə biz burada yenə bayaqca dediyim kimi if şərtini qoyuruq ki, bunların hansının hündürlüyü kiçikdir. Çünki ona əsasən sahəni tapacağıq da, düzdürmü? Burada məsələn 1 kiçik olduğuna görə 1-i götürmüşəm. Məsələn 1-i götürərik və 1-i vurarıq bunlar arasındakı məsafəyə. Onu da right sıx left ilə yazmışam. Daha sonra demişəm ki, əgər bu max aream kiçikdirsə, həmin bu aldığı bu nəticədən, yəni 1-dən, yəni 0-dan böyük olduğuna görə birinci max area məsələn 1 olacaq. Daha sonra bu left plus plus yazacağıq. Son bu left pointer hərəkət elətdirmək üçün. Digərində isə tam tərsi olacaq. Və bu zamanda right minus yazmışam ki, bu pointer bir point dəyişsin. Daha sonra da ən sonunda return max array demişik və kodumuz buna ibarətdir. Əgər bunu tam başa düşdünüzsə, bu suala da baxa bilərsiniz. Sadəcə bu videoda istəyirəm şərti başa düşəsiniz və özünüz yazmağa çalışarsınız. Yaza bilməsəniz də bununla barədə yenə video çəkərəm. Yəni böyük ehtimal çəkəcəm. Burada nə deyir? Burada da yenə səhv etmirəmsə, bunlar arasına baxın. Burada divarlar var və bu divarlar arasında nə qədər su dolar? Məsələn, burada 1, 2, 3, 4, 5, 6 dənə su dolubdur. Ona görə output'u məsələn 6 verib. Yəni bunu da bu pointer üsulu ilə həll edirsiniz. Sadəcə birləşmə məntiq dəyişir. Yəni qalan hər şey eyni qalır. Bu qədər idi. Sağ olun. Bir də Netcode suallarını işləmək üçün ən yaxşı platform deyərdim Netcode'dur. Mən özüm də burada işləyirəm və hazırda 2 pointer'a baxanda da bu ikisini eyni bu 2 pointers altında görə bilərsiniz. Və white pointer'da yəni bunlar hamısı olmasa da çalışsam ki, çoxunu işləyək və
bu kanalda paylaşın. Sağ olun.